Değerli izleyiciler, Cəray Aşırov, Sınaq 1, Sual 37 ilə videolarımıza davam edirik. Kanala abone olmağı və videoları bəyənməyi unutmayın. Deməli, 37 nömrə tapşırıq. Tapşırıqda deyir, orta fosfat və sulfat turşusunda neçə sigma, neçə pi rabitə var. Orta fosfat turşusu və sulfat turşusu. Bunların qraf formunu yazıb rahatçılıqla tapmaq olur. Bu 3 əsaslı turşudur. Deməli, oksigenə 3 dənə hidrogen birləşməlidir. Sulfat turşusu da həmçinin 2 əsaslıdır. Burada da oksigenə birləşən hidrogenlərin sayından məlum olur. Turşunun əsaslığı. Burada sigma rabitələrin sayı təbii ki, cəmini soruşur. Orta fosfat turşusunda 7 sigma, təbii ki, 2 qatlardan biri pi, biri sigma, tək qatların hamısı sigmadır. Bir də pi rabitə var. Sulfat turşusunda 6 sigma, 2 dənə də, yəni bunlar göstərirəm, yəni bu birisi də ola bilərdi. Yəni sadəcə 2 qatlardan biri. 2 dənə də pi rabitəsi var. Cəmsi 3 pi, 13 sigma rabitə vardır. 37 nömrə tapşırıq cavabı B variantıdır. 38 ilə davam edək. Görək 38-lər nə deyir. Aha. Deyir alken. Yazıram alken. Alkenlərin ümumi formulu CnH2n'dir. Sonra yazıram alkin. Alkinlərin ümumi formulu CnH2n-2'dir. X, Y, A böl B. Bunlar bir-birinə bərabərdir. Deməli, X nədir? Alkində polyar rabitə sayı. Polyar rabitə sayı alkenlərdə hidrogenlərin sayı deməkdir. Deməli, X-in bərabərdir 2n-ə. Qeyri-polyar isə karbon atomlarının sayından bir vahid əskik. Daha doğrusu burada qeyri-polyar sigma rabitə demir. Qeyri-polyar ilə karbon atomlarının sayına bərabərdir. Y də bərabərdir n-ə. Həqiqətən də baxaq, bir dənə alkin yazaq hissənlə. Burada qeyri-polyar rabitələr 2 bu, bir də burada, yəni karbonların sayı qədərdir. Aha. Sigma desəydi, bir vahid əskik. X-i tapdım, Y-i tapdım. Keçdim indi alkinə. Alkində hibrid orbital sayını tapan zaman, yəni aynı işarə edibdir. Hibrid orbital sayı alkinlərdə 4n minus 4'dür. O da hardan gəldi? Yəqin ki, azdan çoxdan məlumatımız var da. Çünki orada 2 dənə karbon sp vəziyyətindədir. Yəni, normalda sp3 olmalıdır, 2 dənə azalıbdır. 2 dənə, bu bir karbonda, digərində də 2 dənə azalıb 4 dənə. Yəni, hibridləşmə sayını elə bir 4 azaltmış olurlar. Olur 4n minus 4. B isə bu nə idi? A bərabərdir 4n minus 4. B isə qeyri-polyar rabitə sayı alkinlərdə, baxın, istənilən bir dənə alkin yazıb baxmaq olar. 3, 4, 5 dənə. Yəni ki, belə başa düşdüm ki, karbon sayından bir vahid artıq. Yəni burada düz sıra yadımızdan çıxanda əlimizin altında da yazıb da yadımıza sala bilərik. Yazırıq onda karbon sayından bir vahid artıq, yəni n plus 1. Və salam, deyir x bölü y, yəni 2n böl n bərabərdir a böl b-yə. A nə qədərdir? N plus 1. Burada n-lər ixtisar gedər. Tənasüb kimi həll edəsək, m 4n minus 4 bərabərdir 2n plus 2-yə. 2n bərabərdir 6-ya. N də bərabərdir 3-ə. Məndən c-ni soruşurdu. Deməli, burada n-in yerinə 3 qoysam, mənim formulum olur. Yəni, alkinim C3H4 propin. Məndən nəyisə propin yanmasına ayrılan karbon qazının həcmini. Yazıram C3H4 üstəgəl O2 alınır 3 mol karbon qazı plus 2 mol H2O. Oksigenlərin sayına baxsaq 4 mol. 1 mol propin yanan zaman ayrılan karbon qazının həcmi 67,2 litrdirsə, bizdən 0,2 molunu soruşur. O da edir X. O da edir 13,44 litr.
Burada doğru cevap A variantı olasıdır.